Vaxtınız xeyir olsun, əziz və dəyərli şagirdlər. Bugün sizə informatikadan 2026-cı ilin ikinci şans imtahanında, yəni 12 iyul tarixində düşmüş suallardan birinin izahını təqdim edəcəm. Mövzu olaraq informasiyanın kodlaşdırılmasına aiddir. Məsələni həll etmədən öncə birinci həmişə yadınızda saxlayın. Məsləhət olaraq deyirəm sizə, məsələni əvvəlcə oxuyun, başa düşün və verilənləri mütləq qeyd eləyin ki, daha sonra həllinə keçə biləsiniz. Baxın, hər səhifəsində 45 simvol olan Unicode standartı ilə kodlaşdırılmış mətn faylı, ötürmə sürəti 30 bit böl saniyə olan rabitə kanalı ilə 4 dəqiqəyə ötürülür. Mətn faylının neçə səhifədən ibarət olduğunu müəyyən edin. İlk öncə gəlin biz əlimizdə olan məlumatları mütləq şəkildə gəlin qeyd eləyək. Görək bizə nə verilibdir. Baxın, simvollar verilibdirmi? Bax, qeyd edirəm yuxarıda. Simvollarım 45 dənədir. Nə ilə kodlaşdırılıb? Unicode standartı ilə. Biz bilirik ki, standartlar müxtəlif cürdür. Sadəcə biz ən çox hansından istifadə edirik? ASCII standartından, Unicode standartından. Unicode standartına görə bir simvolumuz yaddaşda nə qədər yer tuturdu? 2 bayt və yaxud da biz bunu belə də ifadə edə bilərik. Unicode'da bir simvolum 2 bayt. Bunu da biz bitlə ifadə eləsək. 1 baytımız neçə bit idi? 8 bit idi. 2 baytımız nə qədər olacaq? Təbii ki, 2 vur 8, 16 bit. Bunu qeyd elədik. Düzdür? Deyir, mətn faylı ötürmə sürəti 30 bit böl saniyə olan rabitə kanalı ilə, yəni rabitə kanalın sürəti budur, 4 dəqiqəyə ötürülür. Baxın, bunu həmişə uşaqlar çaşdırırlar. 30 bit böl saniyə nə deməkdir? Bu o deməkdir ki, 1 saniyədə 30 bit məlumat ötürülür. Əgər 1 saniyə 30 bit məlumat ötürülürsə, bəs 4 dəqiqəyə bütün məlumatlarımız nə qədər olacaq? Bax, biz bunu tapa bilərik. Bunun üçün nə edək? Baxın, 1 saniyədə 30 bit məlumat ötürülürsə, 4 dəqiqə, yəni saniyəyə çevirsək, 4 vur 60 saniyədə bütün məlumatlarımız nə qədərdir? Bilmirəm. Bax, buradan biz tənasüblə 1 vur x bərabər də 30 vurulsun buna. X da nəyə bərabərdir? 4 vur 60 vurulsun, 30 nə? Bit. Belə saxlayıram ki, həll eləyəndə ixtisar zamanı sizə rahat olsun. Çalışın, belə uzun olanda həmişə vurmayın. Çünki ixtisarlar zamanı rahat olur. Baxın, bu bizim ümumi məlumatımızın nə idi? Həcmidir. Həcmi. Bizdən nəyə soruşur? Neçə səhifədən ibarətdir? Baxın, bu bizim birinci etapımız idi. İkinci etapda biz bildik ki, informasiyanın kodlaşdırılmasına necə idi? Səhifə olurdu. Əgər sətir varsa sətir, yoxdursa səhifədə istifadə olunan nələr? Simvollar var idi. Hər simvolun yaddaşda tutduğu yer. Bax, burada yazıram. Bir simvolun yaddaşda qısa yazıram. Tutduğu yer. Düzdür? Bərabərdir nəyə? Ümumi həcmə. Baxın, səhifəni mən bilmirəm. Yazıram səhifə. Vurulsun. Gəlin bunu buradan silək. Bizə bani olmasın. Səhifə vurulsun. Uşaqlar, simvol. Neçə dənə simvolum var? 45 dənə. Bir simvolun yaddaşda tutduğu yer nə idi? Yəni standartımız nə idi? Unicode. Biz onu gəlin bitlə ifadə edək. Çünki o tərəfdə həcmimiz nə iləndir? Bitləndir. 16 bit. O da bərabərdir nəyə? Ümumi həcmimizə. 4 vurulsun 60, vurulsun 30 bit. Uşaqlar, riyaziyyatdan da bilirik də. Vuruq hasil. Vuruqlardan birini tapanda nə edirsən? Hasili bölürsən digər vuruqlara. Səhifəni də tapmaq üçün nə edirik? Səhifə bərabərdir. Ümumi həcm 4 vurulsun 60 vurulsun 30'u bölürsən nəyə? 45 vurulsun 16'ya. O da bərabərdir. Baxın. Bu əməlli yazaq. Rahat görə biləsiniz. 45 vurulsun nəyə? 16'ya. İxtisar gedir 60'dan 45, 15'ə 4. Burada da 3. 4 ilə 16 gedir. 1, 4. 4'lər getdi. Nə qaldı? 30 bölünsün 3. 30'u 3'ə böləndə nə eləyir uşaqlar? 10. Deməli, mənim məlumatım neçə səhifədən ibarət imiş uşaqlar? 10 səhifədən. Doğru cavabımız da nədir? Burada A variantıdır. Buradan seçək sizin üçün rahat qeyd edeyim ki, görə bilərsiniz.
Gördünüz? A variantıdır. Bu kimi sualların izahı növbəti zamanlarda kanalımızda paylaşılacaq. Bizi izləməyi unutmayın.